Axşamınız xeyir dostlar, əziz körpələr. Bugün 1 iyun Uşaqlar günüdür, yəni sizin gününüzdür. Sizi təbrik edirəm. Həmişə üzünüz gülsün, xoşbəxt böyüyəsiz. Bu axşamki nağılımız hər ay yepyeni sərgüzəştlərini dinlədiyimiz Payız bülbülü quşunun hekayəsi olacaq. Havalar xeyli isinəndə kiçik payız bülbülü quşu, bala quş, indi artıq hər yerə gedə bilərəm, çayları, meşəni, çölləri gəzə bilərəm deyə düşünürdü. Əvvəlcə köhnə dostu qırmızı papaqlı ağacdələnə baş çəkməyə qərar verdi. Dostunun yanına yaxınlaşanda ağacdələn uzaqdan qışqırmağa başladı. Get, uç, get buradan, bura mənim ərazimdir. Bala quşun heyrətdən dimdiyi açıq qaldı. Ağacdələnə çox qəzəbləndi. Belə dostluq olar? Ağlına qırqovullar gəldi. Döşündə qəhvəyi rəngli nal işarəsi olan dostlarını axtarmağa yollandı. Qırqovulları ilk dəfə gördüyü çəmənlikdə də onlara rast gəlmədi. Görəsən bu dəstə quş hara gedə bilər ki? Meşədə onları axtaranda hündür bir ağacın budağında bir qırqovulun oturduğunu gördü. Ona yaxınlaşmaq istədi. Dərhal buradan uzaqlaş. Necə? Payız bülbülü quşu heyrətləndi. Axı mən səni xilas etmişdim. Buzların altından səni mən çıxartmadım mı? İndi niyə mənimlə belə kobud davranırsan? Qırqovul başını tərpədərək təsdiqlədi. Doğrudur. Həqiqətən də məni xilas etdin. Bunu heç unutmaram. Amma indi çox əsəbiyəm. Ona görə də buradan dərhal uzaqlaş. Payız bülbülü quşları ağlamağı bacarmır. Əgər ağlaya bilsəydi, bala quş o an hönkürtü ilə ağlayardı. Qırqovulun belə davranışı onu çox məyus etmişdi. Bala quş çölün üstü ilə uçaraq çaya doğru irəlilədi. Birdən kolların altından boz tüklü bir heyvanın çıxdığını gördü. Diksindi. Yoxsa məni tanımadın mı? Naməlum heyvan dedi. Yox, tanımadım. İndiyə qədər heç qarşılaşmamışıq. Necə yəni qarşılaşmamışıq? Mən dovşanam, ağ dovşan. Sən necə ağ dovşan ola bilərsən axı? Rəngin bozdur. Düzdür. Biz tanış olanda mən ağ idim, indi bozam. Çünki biz qışda ağ xəzimizi geyinirik. Beləcə düşmənlərimiz bizi qar üstündə görə bilmirlər. Dovşan digər heyvanlar kimi payız bülbülü quşunun üstünə qışqırmadı. Oturub söhbət etdilər. Daha sonra yaşlı serçə hər şeyi bala quşa başa saldı. Artıq iyun ayıdır. Bu ay yay mövsümünün başlanğıcıdır. Biz quşlar növümüzdən asılı olmayaraq bu aylarda yuva qurmağa başlayırıq. Yuvamızda isə yumurtalarımız olur. Onları qoruyuruq. Birazdan yumurtalardan kiçik balalar çıxacaq. Buna görə də yuvamıza heç kəsin yaxınlaşmasına icazə vermirik. Dostu da, düşməni də uzaqlaşdırırıq. Təbiətimiz belədir. Amma təkcə quşlar belə deyil. Dörd ayaqlı heyvanlar da bu mövsümdə balalayır. Dovşan isə fərqlidir. O tez-tez balalayır. Və balalarını meşənin hər tərəfinə rahatlıqla buraxaraq böyüdür. Çünki dovşan balaları cəmi bir neçə gün analarına ehtiyac duyur. Ana südü ilə qidalanır. Sonra ot yeməyə başlayırlar. İyunda havalar çox isti keçir. Bütün canlılar yem axtarır. Balalarını bəsləyib böyüdürlər. Bala quş yaşlı serçədən yeni şeylər öyrənmişdi və artıq onu yuvalarına yaxınlaşmağa qoymayan dostlarına qarşı hirsi soymuşdu. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə,
Mütləq şərhlərdə bizimlə bölüşün.